Keçmiş bəhsimizdə Əhzab surəsinin 6-cı ayəsinin təfsirində, Ən-Nəbiyyu Əvlə bil-Mu'minin ayəsinin təfsirində geniş surətdə vəli kəlməsi haqqında danışdıq və bir növ ərəb dilində vəlinin təqribən mənası çoxdur. Biz vaxt darlığına görə və möminlərin də vaxtın həddən artıq çıxaldıq, 14-15 məna zikr elədik. Və bir növ bugünkü bəhsimizdə çalışacaq sübuta yetirək ki, ümumən Əhl-i Beytin barəsində Qədirxum hədisində və yaxud Maidə surəsinin 55-ci ayəsində və yaxud Əhzab surəsinin 6-cı ayəsində Əhl-i Beytin haqqında vəli kəlməsi ki istifadə olunur. Əhl-i Beyt müsəlmanların, möminlərin vəlisidir. Bu vəli deyiləndə nə nəzərdə tutulur? 14-15 məna ki zikr eləmişik. O 14-15 mənanın hamısı nəzərdə tutulur, ya o mənalardan biri nəzərdə tutulur. Bizim üləmalarımız, müştəhidlərimiz və onlardan da qabaq Rəsulullah və Əhl-i Beyt o hədislərdəki Əhl-i Beytə vəli deyərək müraciət olunub, orada hakim, ixtiyar sahibi mənasını nəzərdə tutub. İnşallah bugünkü bəhsimizdə çalışacaq hər iki məzhəbin mənbələrindən dəlillər gətirək ki, görək bir növ Əhl-i Beytin barəsində vəli kəlməsi istifadə olunanda ixtiyar sahibi hakim nəzərdə tutulur və yaxud da müxalifin dediyi kimi dost və yaxud sevən, köməkçi bu mənalar. İnşallah bəhs əsnasında aydın olacaq. Diqqət edin, bəhs həssasdır və mühümdir və bir növ hər bir şiyyənin öz imamı qarşısında şər'i vəzifəsidir ki, bu şeyləri bilsin. Bizim öz kitablarımızda, şiyə kitablarında Həzrət Əlinin vilayəti haqqında şək şübhəmiz yoxdur. Heç bir dəlilə, bir növ sübuta da ehtiyacımız yoxdur. Tüm müsəlləmat-ül məzhəb sayılır həmən bu məsələ. Başqa qardaşların da hidayət olması üçün bəhsi geniş şəkildə nəzərdə tutduğumuza görə çalışırıq, Əhl-i Sünnə mənbələrinə müraciət edirik. Diqqət edin. Əlimdə olan kitab Səhih Tirmizidir, Əhl-i Sünnənin 6 kitabından biridir. Həmən o kitabda Kitabul Mənaqib, əlimdə olan kitabla səhifə 978-də Həzrət Əli əleyhissalamın fəzilətlər bölməsi, hədisin nömrəsi 2 hədis zikr eləyəcəm. 3721 və 3722-ci hədis. Hər iki hədisdə Həzrət Əli əleyhissalamın fəzilətindən bəhs eləyir. Sadəcə olaraq vəli kəlməsinə aid olan ki, Həzrət Əli əleyhissalam möminlərin vəlisidir, onu qeyd eləyəcək və müzakirə eləyəcək geniş şəkildə. Hədis uzundur, bir növ gəlib düz hədisin sonunda Peyğəmbərimiz buyurur. Diqqət edin. Hədisdə buyurulur ki, Peyğəmbər Əli ibn Əbi Talibi bir qoşuna rəhbər eləyir və Əli ibn Əbi Talib qoşunun rəhbəri olaraq bir vəzifə səriyyə deyilir. Səriyyə odur ki, Peyğəmbərin iştirak eləmədiyi bir müharibə. Döyüşə göndərir. Müəyyən hadisələr baş verir. Həzrət Əli əleyhissalam oradan qənimət götürür bir kəniz. Fəənkəru əleyhi. Həzrət Əli əleyhissalam qoşunun rəhbəri olmağına baxmayaraq ki, haqqı var, həm Əhl-i Beytdəndir, həm qoşunun rəhbəridir. Bir-iki nəfər qəlbində xəstəlik olan Həzrətin bu işindən xoşu gəlmir. Ki, niyə görə o, həmən o kənizi götürdü, onu məsələn mən götürə bilərdim, filan kəs götürə bilərdi. Həzrət Əlinin o kənizi götürməsi bunlara xoş gəlmir. Hədisdə buyurulur: "Və təaqədə ərba'atun min əshabi Rasulillah."
Peyğəmbər səhabəsinə yaraşmayan bir əxlaq. Yəni Peyğəmbərdən dərs alasan, Peyğəmbəri gündə görəsən, Peyğəmbərdən bir növ Allahla sənin aranda yeganə vasitə Peyğəmbər ola, müəllimin Peyğəmbər ola, sonra belənçi bir hərəkətə əl atasan. 4 səhabi, 4 Peyğəmbər səhabəsi qərara gəlirlər ki, Peyğəmbərə çatdıq, Həzrət Əlidən şikayət eləyək, yəni xəbərçilik. 4 səhabi qərara gəlirlər ki, Peyğəmbəri gördükdə Peyğəmbərə Həzrət Əlinin bu işindən şikayət eləyəcək. Fəqalu izə ləqeynə Rəsulallah əxbərnahu bima sana Ali. Peyğəmbəri gördükdə Əlinin həyata keçirdiyi bu işdən Peyğəmbərə xəbər verəcək. Və kânəl muslimunə izə rəcəu min səfər bədəu bi Rasulillah. Hər bir müsəlman bir səfərə çıxdıqda və geri qayıtdıqda adət belə idi ki, evə getməzdən öncə gəlib Peyğəmbərə baş çəkərmişlər. Bu qoşun da Mədinədən çıxır. İlk gəlişində gəlib Peyğəmbərə baş çəkirlər. Səlləmu aleyhi, Peyğəmbərə salam verərlər, sonra hərə öz evinə gedər. Fələmmə qədimətis səriyyətu səlləmu alən-nəbi fəqalə əhədul ərbəə. O vaxt ki, bu göndərilən qoşun Mədinəyə qayıdır, diqqət edin. 4 nəfər ki, qərara gəlmişdilər Həzrət Əlidən Peyğəmbərə xəbər versinlər, o 4 nəfərin biri, adlar qeyd olunmur. 4 nəfər, 4 nəfərdən biri. Amma Peyğəmbər səhabəsi olmaq yəqindir, hədisdə qeyd olunur. Fəqalə ya Rasulallah, ələm tərə ilə Ali ibn Əbi Talib sənəhə kəza və kəza. Ali ibn Əbi Talib biz səfərdə olanda filan işi yerinə yetirdi. etiraz eləyirlər Peyğəmbərə Həzrəti Əli əleyhissalamla. İndi Peyğəmbər siz nə gözləyirsiniz cavab versin? Deyəcək ki, gətirin onu buna cəzalandırma. Xeyr. Peyğəmbər buyurdu. Peyğəmbər fəə'rada anhu Rasulullah. Peyğəmbər həmən bu xəbərçiyə bir söz demədi. Üz çevirdi ona. Məsələn, qarşısındadır, xəbərçilik elədi, Peyğəmbər ona üz tutmur. Peyğəmbər arxasını çevirdi həmən o şəxsə. İndi görə əl çəkəcəklər ya yox. Sümmə qamə sani. Sonra ikinci səhabi qalxır. Fəqalə misli məqaləti. Birincinin dediyi tərzdə eyni kəlməni təkrar edir. Görək Peyğəmbər nə cavab verir? Fəə'rada anhu. Peyğəmbər o şəxsə də bir növ bir cavab vermir, üz çevirir o şəxsdə. Sümmə qamə ileyhi salis. Üçüncü qalxır, şikayətini eləyir. Peyğəmbər onun şikayətinə də qulaq asmır. Ona da üz çevirir. Fə'aradan. Sümmə qamə rabi'. Dördüncü qalxır. Çünki 4 nəfər sözləşmişdilər ki, Həzrəti Əli əleyhissalamla Peyğəmbərə şikayət eləsin. O da sözün deyir, yenə də Peyğəmbər onunla bir cavab vermir, üz çevirir. Fəəqbələ ileyhi Rasulullah vəl-qadabu yu'rafu fi vəcih. Peyğəmbər gördü ki, bunlar əl çəkmir. Peyğəmbər onlara üz tutur, qəzəb sifətində zahir olaraq. Yəni onlar şikayət elədilər Həzrət Əli əleyhissalamla və Həzrət Rasulullah da qəzəbli surətdə o şəxslərə üz tutur, nə deyir? Diqqət eləyiz. وَالْغَضَبُ يُعْرَفُ فِي وَجْهِهِ. Peyğəmbər sifətində qəzəb gözə çarpıldı. فَقَالَ مَا تُرِيدُونَ مِنْ عَلِي. Əli ibn Əbi Talibdən nə istəyirsiniz? مَا تُرِيدُونَ مِنْ عَلِي. Peyğəmbər yenə təkrar eləyir. Əli ibn Əbi Talibdən nə istəyirsiniz? مَا تُرِيدُونَ مِنْ عَلِي. Yenə təkrar eləyir 3 dəfə. Sonra Peyğəmbər nədir? İnnə Aliyyə minni və ənə min. Əli məndəndir, mən də Əlidənəm. Yəni Əlinin gördüyü iş eyni ilə mənim gördüyüm işdir. Mənim gördüyüm iş onun işidir. Siz ondan şikayət eləməyinizin mənası elə bir məndən kiməsə şikayət eləyirsiniz. Amma başa düşmürlər. Mövzumuza aid olan hissə. Və huvə vəliyyu kullu mu'minin min bə'di.
Əli ibn Əbi Talib bütün möminlərin, hədisdə belə gəlir, vəliyyu kullu mu'min, bütün möminlərin Əli ibn Əbi Talib vəlisidir. Hədisdə bir qeyd var. Min bə'di, məndən sonra. İndi gəlin vəlinin mənasını yozağın sağa sola ki, tək Həzrət Əli əleyhissalam xəlifə olmasın. Ki, vəlinin mənası dostdur, vəlinin mənası əmioğludur, vəlinin mənası... Yaxşı, gəlin özümüzə sual verək. Həzrət Əli əleyhissalam möminlərin dostudur, möminlərin köməkçisidir Peyğəmbərdən sonra. Yəni, Peyğəmbər zamanında birinə kömək eləyə bilməz. Ya, ağla sığmır məna. Necə yəni, Əli ibn Əbi Talib vəlidir, amma məndən sonra. Mən dünyamı dəyişəcəm, məndən sonra bütün möminlərin vəlisi Əli ibn Əbi Talib olacaq. Peyğəmbər zamanında Əli ibn Əbi Talib möminlərə kömək eləmirdi. Xəndək müharibəsini kim həll elədi? Əli ibn Əbi Talib. Xeybər müharibəsini kim həll elədi? Əli ibn Əbi Talib. Möminlərə köməkdir ya yox? Köməkdir. Amma bu hədisə əsasən əgər Əhl-i Beytdən uzaq düşmüşlər fikri ilə hədisi yoxsuq, vəlinin mənası dost, köməkçidir, onda Həzrət Əli əleyhissalam oturmalıdır, heç bir iş görməməlidir, Peyğəmbərdən sonra başlamalıdır kimlərəsə neynəsin? Kömək eləsin və yaxud yardım eləsin. Çünki vəlinin mənası yardımcı, köməkçidir. Xeyr, vəlinin mənası dost demək deyil bu hədisdə. Vəlinin mənası yardımcı demək deyil. Peyğəmbər qəzəbli halda cəmaata niyə deməlidir ki, Əli ibn Əbi Talib mənim dostumdur, möminlərin dostudur? Qəzəblənib bu sözü deyir. Ehtiyac yoxdur. Deməli, qəzəbli halda və özündən sonra Əli ibn Əbi Talibi vəli görürsə, deməli, vilayətin mənası xilafət deməkdir. Ola bilsin bir nəfər desin ki, bu hədis zəifdir, bu hədis yalandır. Təkrar eləyirəm, diqqət eləsin həmən şəxs, tələsməsin. Qalə Əbu İsa, Tirmizi buyurur, Hada hədisun həsən. Bu hədis həsən hədislərdəndir, yəni mötəbər hədislərdəndir. Zəif, yalan hədislərdən deyil. İkinci hədisdə Qədirxum hədisidir. 3722-ci hədis ki, hamımız bilirsiniz. Peyğəmbərimiz buyurur, Mən kuntu mevlahu fə Aliyyun mevlahu. Mən kiminin mövlasıyam, Əli ibn Əbi Talib də onun mövlasıdır. Bu hədisin hökmü nədir? Yalandır, zəifdir. Görək Tirmizi nədir? Tirmizi buyurur ki, diqqət eləyin, Hada hədisun həsən. Bu hədisdə həsən hədislərdəndir, yəni yalan hədis deyil, mötəbər hədisdir. İndi gəlin iki hədisi cəm eləyək bir yerə. Peyğəmbərə Həzrət Əli əleyhissalamla 4 nəfər şikayət eləyir. Həzrət Əli Peyğəmbər onların şikayətini qəbul eləmir, rədd eləyir və onları susturur. Qəzəbli halda deyir ki, Əli ibn Əbi Talib məndəndir, mən də Əli ibn Əbi Talibdənəm. Yəni əlim onun əlidir, onun əli mənim əlimdir və ən mühümü, bütün möminlərin məndən sonra vəlisi odur. Və Qədirxumda da buyurur, eyni şey təkrar olunur. Mən kuntu mevlahu fəhədə Əliyyum mevlahu. Mən kimin mövlasıyamsa, Əli ibn Əbi Talib də onun mövlasıdır. Da burada yozmağa yeri yoxdur, yozasan ki, Peyğəmbər burada izah eləmək istəyirdi ki, kim məni sevirsə, əlini də sevsin, əli kimi sevirsə, o da onu sevsin. Belə şey yoxdur. Çünki əgər belə olsa, bə'di kəlməsi, məndən sonra kəlməsi olur əbəs, heç nə, mənasız bir şey. Peyğəmbərdən qabaq da, Peyğəmbərlə yanaşı da, Peyğəmbərdən sonra da Həzrət Əli əleyhissalam möminlərin yardımcısı olub, möminlərin köməkçisi olub. Da ona xüsusi qeyd gətirmək lazımdır ki, Peyğəmbərdən sonra. Qəribə o məqamdır ki, Əhl-i Beytə çatanda bəziləri ağlını itirir. Deyirsən ki, qardaşım,
Həzrəti Əli əleyhissalamın haqqında Peyğəmbərimiz buyurub ki, məndən sonra bütün möminlərin vəlisidir. Deyir, orada vəlinin mənası dostdur, filandır. Deyirəm, hə, yaxşı, qəbul elədim. Əlinin haqqında vəli istifadə olunsa, dost, qardaş, əmioğlu, qonşudur. Amma Əbu Bəkirlə Ömərin haqqında vəli istifadə olunsa, xəlifə deməkdir. Bu necədir? Necə olur ki, Əli ibn Əbi Talibin haqqında vəli kəlməsi istifadə olunanda olur qonşu, əmioğlu, dost yoldan keçər, amma Əbu Bəkirlə Ömərə çatanda vəli kəlməsi istifadə olunsa xəlifə deməkdir. Dəlil, diqqət edin. Əlimdə Səhih Müslümdür. Səhih Müslüm və huvə əhvacu ilə təshih, səhifə 697, Kitabul Cihad və Siyar, 15-ci bab, hədis bu kitabda 49-cu hədisdir, 15-ci babda, səhifə 697-də. Diqqət edin kəlməyə, yadınızdan çıxmasın. Aleykumussalam. Qalə Əbu Bəkir, ənə vəli Rəsulillah. Qalə Əbu Bəkir, ənə vəli Rəsulillah. Əbu Bəkir dedi, mən Allah Rəsulunun vəlisiyəm. Fəci'tuma tətlubahu mirasəkə min İbn Əxik və yətlubaha və miras imrəəti. Həzrət Əli əleyhissalamla Abbas gəlirlər Ömərin xilafəti dövründə mirasların tələb eləməyə. O, qardaşı oğludur deyə miras tələb eləyir Abbas Peyğəmbərin əmsi və Əli ibn Əbi Talib də Peyğəmbər qızının mirasını tələb eləyir. Ömərin dövründə, Əbu Bəkirin dövründə yox. Ömər keçmişi yada salır. Deyir, Əbu Bəkir dedi ki, mən Peyğəmbərin vəlisiyəm. Burada yozmurlar, vəlisiyəm, yəni dostuyam, qonşusuyam, köməkçisiyəm. Deyirlər, yox, vəlisi, yəni xəlifəsi. Sonra Ömər öz haqqında deyir, Sümmə tuvuffiyə Əbu Bəkir. Əbu Bəkir vəfat elədi. Və ənə vəli Rəsulillah. Və mənəm Allah Rəsulunun vəlisi. Necə olur ki, Ömərlə Əbu Bəkirin haqqında vəli istifadə olunanda olur xəlifə, amma Əli ibn Əbi Talibin haqqında vəli istifadə olunsa, yox, adın tutma. O xəlifə uzaq tut. Qəbul eləyə bilmirlər. Mümkündür ki, qəbul eləsinlər. Amma başqalarının haqqında dərhal vəli kəlməsi istifadə olunsa, o xəlifə deməkdir. O bir növ Əhl-i Beytdən uzaq düşməyin müşküllərindən biridir. Deməli, Əhl-i Beytin haqqında harda vəli kəlməsi istifadə olundusa, Həzrəti Əli əleyhissalamın başqa imamların haqqında xəlifə deməkdir. Və dəlilləri birin zikr elədik ki, Peyğəmbər o səhih Tirmizdə olan hədisdə buyurur ki, bütün müminlərin vəlisidir məndən sonra. O məndən sonra kəlməsi yadınızdan çıxmasın. Və hədis də mötəbərdir. Peyğəmbərdən sonra bütün müminlərin vəlisi Peyğəmbər vəsiyyətinə görə kim olmalı idi? Əli ibn Əbi Talib. Deməli, indi nəzər salaq başqa bir kitaba. Əhməd ibn Həmbəl Musnəd kitabı var. Musnəd Əhməd ibn Həmbəl. 5-ci cilddə səhifə 347-də və həmən bu hədis eyni ilə Hakim Neysaburi də Mustədrək alə Sahiheyn kitabında qeyd edir. Hədisin mətninə nəzər salaq. Hədisdə buyurulur. Həzrəti Əli əleyhissalam Yəmənə gedir və Yəmənə gedib orada müəyyən hadisə baş verir. Bir nəfər Həzrəti Əli əleyhissalamdan gəlir Peyğəmbərə şikayət eləməyə. Hədisdə buyurur, Fəcəalə yətəğəyyər vəchuh. Peyğəmbərin üz cizgiləri başladı dəyişməyə. Yəni qəzəblənməyə başladı Peyğəmbər. Və yəqul ya Bureydə. Bureydə səhabənin adıdır. Peyğəmbər buyurdu, ey Bureydə, mövzunun həlli buradadır, diqqət edin.
Ələstu əvlə bil mu'mininə min ənfusihim. Əhzab surəsində biz nə oxuduq orada? Ən-nəbiyyü əvlə bil mu'mininə min ənfusihim. Düz. Həmən o ayəni Peyğəmbər bu hədisdə istifadə edir. Burayı deyir, burayı da. Allah Quranda mənim haqqımda deməyibmi ki, Ələstu əvlə bil mu'mininə min ənfusihim. Mömin özünün nəyə ki malikdir, o işlərdə ixtiyar sahibidir. Amma Peyğəmbərsə müminin ixtiyar sahibi olduğu işdə ondan daha çox ixtiyar sahibidir. Yəni Resulullah hökm kəsdisə müminin ixtiyarı orada rol oynaya bilməz. Diqqət edin. Həmən bu ayəni Həzrət Əldən şikayət edirlər. Peyğəmbər giriş kimi istifadə edir. Ələstu əvlə bil mu'mininə min ənfusihim. Möminlərin özündən daha çox ixtiyar sahibi mən deyiləmmi? Hər şeydə. Resulullah dedi cihada da deyə bilməzsən ki, gedim ata-anamdan icazə alım, gəlim. Yox. Nə ata, nə ana. Resulullah dedi bunu sat, sənin ixtiyarın yoxdur deyəsən ki, bu mənim mülkümdür, satmaram. Elə şey yoxdur. Resulullah'ın ixtiyarı bütün müminlərin ixtiyarından irəlidir. Peyğəmbər bu ayəni öz haqqında dəlil kimi istifadə edir. Bir, yadınızdan çıxmasın. Ya burayda ələstu əvlə bil mu'mininə min ənfusihim. Qalə bələ ya Resulallah. Burayda deyir, bəli ya Resulallah. Sonra onun ardıycan Peyğəmbər nə deyir? Mən kuntu mevlahu fə aliyyum mevlah. Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Nə demək istəyir Peyğəmbər? Nə demək istəyir Peyğəmbər? Ayəni dəlil gətirir və hansı məqamda oturub bir növ bir-birinə xoş sözlər, bir-birinə mehribançılıq məqamında deyil. Peyğəmbər qəzəblidir. Şikayət eləyiblər Əli ibn Əbi Talibdən. Peyğəmbər qəzəblidir. Qəzəbli ola bu ayəni istifadə eləyir Peyğəmbərimiz. Qəzəblənib deyir ki, mən ixtiyarım bütün möminlərdən irəlidir. Həmən bu ixtiyar sahibi deyir nə? Əli ibn Əbi Talib bütün möminlərin mövlasıdır. Nə demək istəyir? Dostumdur. Qəzəbli halda deyir ki, ay cəmaat, mən kimi sevirəmsə Əli ibn Əbi Talib də onu sevir. Mənə alınmır. Peyğəmbər qəzəblidir və öz ovləviyyətin bütün möminlərdən ayəni Əhzab surəsindəkin istifadə edir. Sonra buyurur ki, mən kuntu mevlahu fəhəzə əliyyün mevlah. Hədis, təkrar eləyirəm, səhih-i sənəddir. Səhih-i sənəddir. Hakim Neşaburi buyurur ki, həmən bu hədisin sənədi Buxarinin və Müslümin şərti ilə uyğundur və əhl-i sünnənin ən böyük üləmalarından olan Zəhəbi də öz təlxisində buna işarə edir. Deyir, bəli, hədis səhih-i sənəddir, Müslümin şərtinə uyğun olaraq. Deməli, bu hədisdən də biz başa düşdük ki, Həzrət Əli əleyhissalamın vilayəti dedikdə dostluq nəzərdə tutulmur. Qardaşlıq, qonşuluq nəzərdə tutulmur. Çünki hikmətli Peyğəmbərin danışığından və onun o mövqeydən çıxış eləməsi açıq-aşkar dəlildir və kifayət eləyir. Başqa bir məlumatı nəzərinizə çatdırım. İbn Əsakir və Bəlazuri adında əhl-i sünnənin böyük üləmalarından, onların kitablarında İbn Əsakirin Tarixi Diməşq 42-ci cilddə səhifə 439-da və Bəlazurinin Ənsab-ül Əşraf kitabı Həzrət Əli əleyhissalamın tərcümi hal bölməsi səhifə 177, hədis 202. İki böyük alim hədisi qeyd eləyir. Ənsab-ül Əşrafdakı nəzərinizə çatdırıram. Diqqət edin. Həzrət Əli əleyhissalam buyurur, filan kəsdən ma ləqiyə əhədun min hədihil ümmə ma ləqiyt.
mən çəkdiyim əziyyəti bu ümmətdən Peyğəmbərdən sonra heç kim çəkməyib. Yəni mən gördüyümü heç kim görməyib. Tuvuffiyə Rasulullah, Peyğəmbər dünyasını dəyişdi sallallahu aleyhi və aleyhi və səlləm. Bu kəlməyə diqqət edin. Və ənə əhəqqun nasi bihadəl əmr. Cəmaat arasında xilafətə ən çox ləyaqəti olan şəxs mənəm. Həzrət Əli əleyhissalam deyir. Fəbayə'ən nas Əbu Bəkir. Amma cəmaatsa kimə beyət elədi? Əbu Bəkirə. Hədisin sənədinə nəzər salaq. Hədisin sənədi Buxari və Müslümi nəql eləyən ravilərdir. Fəqət bir ravidən səvayı. Deməli, Ruh ibn Əbdülmümin, Ruh ibn Əbdülmümin Buxaridə hədis nəql eləməyib, fəqət bir növ bağışlayın, Müslümdə hədis nəql eləməyib, fəqət Buxaridə nəql eləyib. Xülasə, hədisin sənədi səhihdir və mötəbərdir. Həzrət Əli əleyhissalam deyir ki, məndən başqa xilafəti ləyaqəti olan yoxdur. Əhl-i sünnə mənbəsi və hədisin də sənədi nədir? Səhih sənəddir. Müslümin və Buxarinin nəql elədiyi ravilərdən nəql olunur. Eyni ilə hədis İbn Əsakirin Tarix Diməşq kitabında da qeyd olunur. Deməli, Həzrət Əli əleyhissalamın haqqında Peyğəmbərimiz buyuranda ki, Əli məndən sonra bütün möminlərin vəlisidir. Yəni, Həzrət Əli əleyhissalam deyir, mən özümdən başqasını görmürəm, xilafətə ləyaqəti olsun. Bu da əhl-i sünnə mənbəsi. Və Həzrət Əli əleyhissalam özün bu cürünə görür və başqasını xəlifəliyə layiq görmür. Və sonuncu dəlilimizi zikr eləyək, mövzuya xətm eləyək. Həzrət Əli əleyhissalamın haqqında ilk dəfə vəli kəlməsi Ənzir əşirətəkəl əqrəbin ayəsi nazil olanda zikr olunur. Diqqət edin. Deməli, Şüəra surəsinin 214-cü ayəsi. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vənzir əşirətəkəl əqrəbin. Əşirə, yəni qəbilə, qohum əqrəbə. Sənə yaxınların ki var, əmilərin, əmi uşaqların, dayıların, dayı uşaqların. Ümumən, Bəni Haşim və Peyğəmbərə yaxın olan qohumlar birinci Allahın əmri olur ki, onlara öz Peyğəmbərliyi çatdır. Peyğəmbər ilk dəfə öz qohum əqrəbəsinə təbliğin eləyir. Diqqət edin hədisə. Həzrət Əli əleyhissalamın məzlumiyyətinə. Yəni, Həzrət Əlinin adın imkan daxilində aradan aparmaq lazımdır, fəziləti varsa öldürmək lazımdır, bəzilərinin işi peşəsi budur. Diqqət edin, hədisdə necə o lazım olan hissələri kəsib atıblar. Əhl-i sünnə alimlərindən olan İbn Kəsir Diməşqi, əlimdə olan kitab Təfsir-i Quran-ı-Əzim, onun təfsir kitabıdır. Şüəra surəsinin təfsiri həmən o ayənin təfsirində Ənzir əşirətəkəl əqrəbin. Səhifə 567. Diqqət edin. Hadisəni bilirsiniz, Peyğəmbər qohum əqrəbəsini cəm eləyir, yemək təşkil olunur, yeyirlər filan, birinci dəfə baş tutmur, ikinci dəfə baş tutmur, üçüncü dəfə Peyğəmbər sözün deyir. Peyğəmbər nə deyir? Deyir ki, mən Allah tərəfindən Peyğəmbər kimi göndərilmişəm və kim mənə beyət eləsə, mənim səhabəm, mənim qardaşım və mənim xəlifəm və mənim vəlimdir. Bu sözləri deyir. Amma görürüz, bəzi əmanətsiz əllər neyniyib hədisdə. Deməli, Ya bəni Əbdülmuttalib, ey Əbdülmüttəlib evladları, inni bu'istu ileykum xassə və ilən nasi ammə. Siz bəni Əbdülmüttəlib üçün xüsusi göndərilmişəm sizə. Yəni Allah Teala mənə əmr eləyib ki,
Birinci sizə, sonra cəmaata. Və cəmaata isə ümumi şəkildə. Fəqəd rəeytum fi hadihil ayə ma rəeytum. Fəəyyukum yuvayi'ni. Sizlərdən hər hansı biriniz mənə beyyət eləsə, alə ən yəkuna əxi və sahibi. Qardaşım və sahibim olacaq. Hədisin ardı yoxdur. Deməli, qardaşım və sahibim. Digər hədisdə, səhifə 568-də yenə həmən o hadisə eyni ilə təkrar olunur. Bir kəlmə artıq həsb olunur. İnnə hədə əxi və kəza və kəza. Kim mənə beyyət eləsə, mənim qardaşımdır və belə, belə, belədir. Kəza belə, kəza belə, kəza belə. Kəzanın mənası ərəb dilində belə. Belə nə? Nə olub? Niyə o bəyən Peyğəmbər deyib belə, belə, belə? Nə, ya Rasul, necə yəni belə, belə? Nə danışırsan? İndi gəlin, hədis necə deyilib, o cürnəsinə nəzər salağın. Şeyx Tusinin Kəşfül Murad kitabın əsl kökü təcrid ilə etiqaddır. Əllamə Hilli isə Kəşfül Murad adında ona şərh yazır. Həmən o kitabda səhifə 497-də hədis necə var o cürünə gəlir, əmmasına diqqət ediyor. Peyğəmbərimiz buyurur. Fəyəkunu əxi, kim mənə dəstək olsa, kim mənə köməkçi olsa, kim mənə beyyət eləsə, yəkun əxi, qardaşım olacaq, xəlifəti, xəlifəm olacaq, vasiyyi min bə'di, məndən sonra mənim canişinim olacaq. Fəqalə Əliyyun, Əli əleyhissalam dedi, ənə ubayi'uka və uvaziruka, mən sənə beyyət eləyirəm, mən də sənə vəzirlik eləyəcəm, sənə dəstək olacaq. Fəqalə əleyhissalam, Peyğəmbərimiz buyurdu, hədə əxi və vasiyyi və xəlifəti min bə'di, bu mənim qardaşımdır, canişinimdir, xəlifəmdir və vəlimdir məndən sonra. Həmən bu xəlifə, vəli kəlməsi İbn Kəsirin hədisində kəzə-kəzə olub. Yəni qaçılanıb, loru dilindən düşür. Niyə lazımdır ki? Var, necə var? Çünki əgər xəlifə və vəli kəlməsi, necə ki Şeyx Tusi qeyd edir, o cürünə o hədisdə də qeyd olunsaydı, sonra filan kəs və filan kəs gərək xəlifə olmasın. Mövzunun xülasəsi, Allah Teala Quran-ı Kərimdə Maidə surəsinin 55-ci ayəsində də və Əhzab surəsinin 6-cı ayəsində də Əhl-i Beyti vəli kimi görəndə vəlinin mənası odur ixtiyar sahibi, vəlinin mənası hakim, vəlinin mənası imam, rəhbər deməkdir. Bu iki ayədə ələl xüsus başqa cür yozulması mümkün deyil. Qeyd olunan izaha əsasən. Allah'a and verirəm, izzət cəlalına xatir bizi Əhl-i Beytdən uzaq salmasın.